Kompüter qrafikası nədir? Kompüter qrafikası müxtəlif, deməli, təbii ki, müxtəlif proqramların köməyi ilə müxtəlif təsvirlərin və şəkillərin yaradılması, onların emalı metodlarını öyrənən bir ayrıca sahədir. Məsələn, əslində günümüzdə işləyirik, biz deyirik qrafik dizayner. Bu nədir bəs? Bunlar hamısı budur, bu dediyimiz şeylər, danışacağımız, bugün deyəcəyimiz, danışacağımız. Burada yoldaşlar vizuallaşdırma anlayışı var, layihələndirmə var, modelləşdirmə var. Vizuallaşdırma nədir? Aramızda memarlıq sahələrini oxuyanlar varsa, bu rendering anlayışı var. Onlar təbii ki, daha yaxşı bilirlər bu şeyləri. Çünki render eləyəndə, yəni vizual olaraq görünüşü daha fərqli göstərir. Yazıb ki, 3 ölçülü fəza modellərinin 2 ölçülü müstəvi modellər şəklində hazırlanması prosesini əhatə edir. Yəni render eləyəndən sonra render bir növ vizual formatda. Vizual dediyimiz bilsiz nədir? Yəni görünüşü fərqli formada əks etdirir, göstərir. Layihələndirmə anlayışı var. Tikinti və memarlıqda təbii ki, istifadə olunur. Sertiyojda dizgilər və s. bunları təşkil edir. Modelləşdirmə isə proseslərin həyata keçirildiyi və hadisələrin baş verdiyi zaman müxtəlif situasiyaların imitasiyasıdır. Model anlayışı var. Model nədir? Yəni model süni şəkildə yaradılan bir obyekt. Modelləşdirmə isə modeli yaradılan obyekti deyirlər. Modelləşdirmə prosesi. Yadda saxlayaq. İndi gəlirəm əsas vacib olan hissələrə. Kompüter qrafikasının 4 növü var. Raster, vektor, 3 ölçülü, fraktal. Raster təsvirlərdə biz təsviri nəyin hesabını alırıq? Burada görürsünüz, piksellər hesabını. İndi mən deyərdim ki, bizim şəkillərimiz, monitorda aldığımız bu dəqiqə görüntü, bunların hamısı nəyin hesabını alır? Piksellərin hesabını alır. Telefona seçdiyimiz şəkillər gündəlik, hamısı piksellərin hesabını alır. Raster təsvirlər təbii ki, çox yerlərdə istifadə olunur. İndi kitablarda, nə bilim, çox yerdə gündəlik şəkillərin üzərinə işləyəndə və s. Raster'a aid olan proqramlar var yoldaşlar. Bunları yadda saxlamaq üçün mən bir yol deyim sizə. Yəqin ki, elə də yadda saxlamaq olar. Foto sözləri var. Çoxunun tərkibində foto sözü var. Foto, sonra picture, şəkil deməkdir. Sonra foto, sonra paint sözü də aid ola bilər. Paint, foto, picture. Yəni bu sözləri görsəz, raster aid eləmək olar. Və digər proqramda qeyd olunur ki, onun adını yadda saxlayır. Rasterın üstün və çatışmaz cəhətləri var. Üstün cəhətləri nədir? Ən yaxşı emal vasitələrinə malikdir. Emal nə deməkdir? Yəni təsvirin üzərində istənilən formada rəng təyin etməkdir, digər xüsusiyyətlərdir. Bunların hamısını tənzimləmək olur. Rənglərin ardıcıl paylanması, yəni açıqdan tündə doğru ötürülməsi yüksək dəqiqlik ilə baş verir rasterdə. Rasterdə istənilən rəng tonunu təyin edə bilirsiniz. İndi mən sizə paintləri göstərəcəm onu inşallah. Amma çatışmazlığı nədir? Təsvirin ölçüsünü böyütsəz, şəklin ölçüsünü böyüdəndə görmürsünüz, solğun görsənir şəkil. Ona nə deyilir? Sərt pikselləşmə. Yəni keyfiyyət gedir də yoldaşlar. Keyfiyyət pozulur. Bir də rasterın bir dənə çatışmaz cəhəti var ki, həcmi piksellərin sayından asılı olaraq kifayət qədər olur, yəni çox olur. Bunun çox olmasında bir dənə mənfi cəhət odur ki, həm saxlanmasına görə, həm də emal eləyib ötürülməyə vaxt gedir demək olar ki. Bir dənə vacib məsələni yadda saxlayaq ki, raster qrafikasında xətt nə qədər uzun olarsa, yaddaşda o qədər çox yer tutar. Düzdür, biz dedik rasterda təsviri xəttin hesabını yox, piksellərin hesabını alırıq. Amma yoldaşlar, təbii ki, biz birbaşa piksellərlə işləməyimiz çox zaman çətin olduğuna görə hazır şeylər var ki, belə deyək, düz bucaqlı, yəni üç bucaq və s. kimi qrafik şeylərdən istifadə eləmək olur, fiqurlardan. Raster təsvir, indi maraqlı məqam bilirsiniz nədir?
Maraqlı məqam budur ki, bu piksel deyil ya. Yəni o bir pikselin, o maraqlıdır həqiqətən də. Bir pikselin həcmi nə qədər olur? O necə hesablanır? Belə deyil. Məsələn, tutaq ki, telefona bir dənə şəkil çəkmişəm. Şəkil də indi bilirsiniz, şəkil paylaşırıq. Məsələn, bu şəklin e, həcmi tutaq ki, məsəl üçün atıram da, məsəl üçün 250 kilobayt. Ya bu necə hesablandı 250 oldu? Maraqlıdır da, düzdürmü? İndi onu biz bu gün görəcəyik. Hər hansısa şəkil nəzmi necə hesablanır? Onu biz bu gün görəcəyik. Raster təsvirlərdə pikselin rəngi bitlərin, bax yenə gəldik o söhbətə, o bit söhbətinə yenə gəldik. Bitlərin kombinasiyası şəklində verilir. Yəni bitlərin sayı çoxaldıqca rəng çaları da artır. İndi burada kadr buferinin dərinliyi anlayışıdır. Buna belə deyirlər. Ümumiyyətlə mən buna belə deyirəm. Rəng dərinliyi, rəng tərtibi. Adətən belə deyirik biz. Bu həm də nə dedik? Bir pikselin həcmi. Ekrana təsvir oluna bilən rənglərin sayı haqqındakı informasiyanın bitlərlə sayını göstərən kəmiyyətdir. Əgər kadr buferinin dərinliyi 1 bit olarsa, ona təsvirin monoxrom, iki rəngli olmasını təyin edir. Burada biz sizlə söhbət yollarsak, ilk dərsdə də demişdik biz bunu. Əgər, mən kənarda yazıram. Əgər orada bizə verib, bax, deyir ki, 1 bit olarsa monoxrom olur, ağ, qara, düzdürmü yoldaşlar? Kompüter necə ki, hərfi rəqəmi tanımırsa, yadda saxlayın, rəngi də tanımır. İndi bu mənası o demək ki, biz burada 1 bitlə iki müxtəlif vəziyyət almırdıq, 0-1. Yəni, bunun mənası o demək ki, əgər biz 1 bitlə iki müxtəlif rənglə kodlaşdıra bilərik. Yəni, biz 1 bitlə iki müxtəlif rəng kodlaşdıra bilirik. Ağ və qara rəng. O necə ola bilər? Əgər mən qara rəngə 0, ağ rəngə 1 versəm və ya əksi ola bilər. Ağa 0, qaraya 1 versəm. Onda belə çıxır ki, iki müxtəlif rəng 1 bitlə kodlanacaq. Aydın oldu. Yəni biz 1 bitlə o iki müxtəlif vəziyyət deyirdik ya. O iki müxtəlif vəziyyət ilə iki dənə müxtəlif rəngsə eyni şeydir. Əlifbalarda necədirsə, baş yoldaşlar, əlifbalarda necədirsə, bu rəng məsələlərində də eyni qayda ilə gedir. İndi biz 2 bitlə 4 müxtəlif rəng kodlaşdıra bilərik. O da belə idi, 0, 0, 0, 1, 1, 0, 1, 1. Bu belədir. Bu da 4 müxtəlif rəng ola bilər. Yəni, bunun asan yolda nə idi? Əgər bir pikselin həcmi 2 bitsə, onda burada nə qədər rəng var? 2 üstü 2. Yəni 4 dənə rəng ola bilər. Aydın oldu. Əgər burada 2 dənə rənglisə, 2 rəng, yəni ağ, qara. Onda burada bir pikselin həcmi 2 üstü 1. 1 bit olacaq. Əlifbalarda olduğu kimidir. Əlifbalarda olduğu kimi. İndi biz burada belə bir şey deyə bilərik ki, birazdan da görəcəksiniz. Böyük yen bərabərdir 2 üstü kiçik yen. Böyük yenin rəngi sayı üçün baxıram. Məsələn, deyirəm ki, palitra rənglər çoxluğudur. Deyirəm ki, palitrada 28 rəng var. Onda bir pikselin həcmi nə qədər olacaq? Yəni kiçik yəndə bir pikselin həcmidir. 28 özü qüvvət deyil, yoldaşlar. Biz belə halda nə edirdik? Hansı ikinin qüvvətləri arasındadırsa, 204 ilə 5 arasında özündən böyük qüvvət götürürdünüz. 5 bit. Deməli, 28 müxtəlif rəngi kodlaşdırmaq üçün bizə 5 bit lazımdır. Yenə deyirəm, əgər ilk bölmədə problem yoxdursa, hər hansısa tələbədə, bunu həll eləməyi öyrənmək etsinədir. 2 bölü 2-dir. Yəni, ilk bölmə ilə bağlıdır. Birinci bölmədə necədirsə, burada da elədir. Orada da yoldaşlar 28 müxtəlif simvol deyirdi də. Nə fərqi var ki? 28 müxtəlif simvol. Hər simvol neçə bit? Yenə 5 bit. Eyni şeydir. Bir simvol 5 bit. Burada da bir piksel 5 bitdir. Aydın oldu. Yəni, orada oydursa, burada da budur. Fərqli bir məqam yoxdur o qədərdir.
Bunları yadda saxlayaq. Yəni kadr buferinin dərinliyi budur. İndi məsələn baxın yazıb nümunə kimi. Kadr buferinin dərinliyi 8 bit olarsa, onda palitrada 256 rəngdən istifadə olunacaq. Belə. İndi bunun davamını təbii ki deyəcəyik biz hələ. Burada məsələ tipləri var. İndi mən hələ ki nəzəri hissələr deyirəm. Düzdür, burada bunu dedik, amma davamını yəni davam eləyəcəyik misal tiplər üzərində. Kadr buferi nədir? Ekranda piksellərin işıqlanmasını təyin edən, kodların əmələ gətirdiyi informasiyanın saxlandığı qrafik yaddaşın bir hissəsidir. Yəni kadr buferi piksellərin işıqlanmasını təyin edir ekranda, görüntüdə. Gəldim kadr buferinin ölçüsü. Bu nə ilə ölçülür? Buna yoldaşlar, kadr qrafik sistemin əsas xarakteristikalarından biri olaraq təyin olunur. Buna bəzən ayırt etmə, yəni resolution da deyilir. Bunlar Levçə təsvirin ölçülü sayılardır. O da deyil, bunlardır ben. Məsələn, orijinal təsvirin ayırt etməsi, ekran təsvirinin, bir də printer ayırt etməsi. Yadınızdadsa, burada orijinal təsvirin ayırt etməsi DPI-dir. O da harada istifadə olunur? Scanner'da. İkinci fəsildə demişdik, hardware mövzusunda. Kompüterin texnik təminatı. Hətta bunu demişdik ki, LPI-da printer təsvirini ayırt etməsidir ki, digitizerdə istifadə olunurdu. Digitizerin seyrəli qabiliyyətidir. Belə. Bir dənə qalır burada ekran ayırt etməsi, bu bir dənə fərqli idi. Bunu bu bölmədə deyirik. Ekran təsvirini ayırt etməsi monitor, video kart və əməliyyat sistemlərinin sazlanmasından asılıdır. Bu da PPI ilə ölçülür. Yəni pixel per inch, bir düyümdə olan yerləşən piksellərin sayı. Sonra davam eləyək vektor qrafikasına. İndi fikir versinizsə, indi testlərdə suallara baxacaq, yoldaşlar. Bu mövzu çox rahat mövzudur. Testdə sualları görəcəksiniz. Vektor qrafikasına təsvir xətlərin hesabına alınır. Piksel yox, xətlərin. Bu da yenə reklam agentliyi, dizayner büroları, redaksiya və nəşriyyatda istifadə olunur. Vektora aid olan proqramlar Illustrator, Freehand, CorelDRAW. 3 dənə əsas proqram qeyd olunur. Sonra yoldaşlar, vektoru təsvirlərini görürsünüz aşağıda şəklinin. Burada bir dənə düyün nöqtələri var sadəcə. Düyün nöqtələri nədir? Təbii ki, o xətləri birləşdirmək üçün. Vektorizator anlayışı var. Vektorizator nədir bəs? Vektorizator raster təsvirlərini vektor qrafikinə çevirən xüsusi paketlərdir. Yəni demək istəyir ki, raster vektora çevirə bilmirik. Sadəcə xüsusi proqramlardan istifadə edə bilərik. Bu mənası o deməkdir. İndi birazdan görəcəyiz. Vektorizatorlara yoldaşlar Adobe Streamline, bir də Corel Trace proqramlarını misal göstərə bilərik. Vektorizatorda 2 dənə proqram var. Adobe Streamline, Corel Trace. Növbəti, vektor qrafikasında xətlə tutulmuş yaddaşın həcmi xəttin uzunluğundan asılı deyil. Amma rasterdə xəttin uzunluğundan asılı idi. Vektorun da üstünlüyü və mənfi cəhətləri var. Üstün, bir də çatışmaz. İndi üstün cəhəti budur ki, məsələn, ölçülər dəyişə bilirsiniz. Bax, rasterdə amma çatışmaz idi, bu yadınızdadsa bayaq. Sonra qurulmuş təsvirlərdə maksimum dəqiqliyə çatmaq olar. Yaddaşda raster təsvirlərin nisbətən daha az yer tutur vektorlar. Yüksək çap keyfiyyəti. Çünki yoldaşlar, rasterda çap elədiyimiz bir şey solğunla çap elərdə bilirsiniz. Şəkildə ona görə. Sonra düyün nöqtələri boyunca redaktə edə bilərik. Bir də vektor rastera ixrac etmək. İxrac nə deməkdir? Yəni çevirə bilərik. Amma raster vektora çevirmək bunun çatışmamazlığıdır. Heç o da olmurdu. Daha yoldaşlar, burada vektora aid olan çatışmamazlığı belə yadda saxlaya bilərsiniz ki, rəngdir, sonra effektdir. Ya belə bir şeylər burada yoxdur. Vektorda rəngdir, effektdir, belə bir anlayışlar yoxdur. Onlar əsasən, rəng var ya yoldaşlar, rəngin müxtəlif şeyləri yoxdur, tonları yoxdur. Məsələn, biri var konkret qırmızı rəng olsun, bir də var ki, qırmızının bir neçə müxtəlif rəng çaları olsun. Bu mənada demək istəyirəm, yəni mən. Bir də raster vektora
ixrac etmək olmur. Hansı ki, onun üçün xüsusi proqramlar ola bilər sadəcə olsa. Fraktal. Fraktal belə bir təsvirlərdir. Sağda yəqin ki, görürsünüz. Fraktal yoldaşlar qeyd olunub ki, riyazi hesablamaların köməyi ilə alınır bu təsvirlər. Ya da mən bunu kənarda da bir yazım. Fraktal qrafika. Belə bir təsvirlərdir. Qoş şəkillərə gəlim. Yoldaşlar, fikir versiniz fraktal qrafikaya. Yəni, mən fraktal qrafika yazdım, görsünüz nələr göstərir. Hardasa da bir növ. Burada belə bir proqramdır məncə bu. Deyəsən, burada hesablamalar da gedir aşağıda. Görsünüz onu. Aşağıda müəyyən faizlər falan nəsə verib deyəsən orada. Yəni, fraktal qrafika bir növ hesablamaların köməyi ilə alınır. Aydın oldu. Ona görə bunu burada qeyd edib ki, riyazi hesablamaların köməyi ilə fərdi komitələrdə formalaşdırılır. Fraktala aid olan proqramları da yadda saxlayacaq istiyorlarsa, burada qeyd olunub Art Tabler, Ultrafraktal, Fraktal Explorer və s. O proqramların adlarını yadda saxlayıb, proqramların adları da düşə bilər bu mövzuda. Üç ölçülü qrafika. Bunu yəqin şəkildən gördünüz daha çox. Yəni, məncə burada hamı bildik ki, söhbət nədən gedir. Yoldaşlar, söhbət ondan gedir ki, yəni interyer dizaynı, memarlıq obyektlərin, reklamların, proqramların və s. Yəni, sırf dizayn məqsədidir də bu proqramlar demək olar ki. Video çarxlar da hazırlamaq olur təbii ki. Üç ölçülü qrafika hansı proqramlara aid edə bilərik ki, aşağıda qeyd olunur. 3D Studio Max var, Maya var və s. Burada 3D'lərə görə yadda saxlaya bilərsiniz bəzilərini. Hətta 4D ilə lap bura qatsa belə. Aydın oldu. Bu qaydada bunları yadda saxlamaq olar. Növbəti gəldim, rastra aid olan bəzi uzantılar var. BMP. Əslində bunlar demişdik bəzilərini yadınızdadırsa. Bu şeydə 5-ci fəsil uzantılar vardı, faillərin uzantısı var orada. Raster qrafikası üçün geniş istifadə olunur. Əsasən Paint proqramının uzantısıdır. PCX, TIFT, bunlar arada istifadə olunurdu. Scanner, skanerləşdirilmiş təsvirlər. Sonra GIF, animasiya, bunun çatışmayan cəhəti 256 rəngli yazılmasıdır. Sonra JPEG-dir. Bu halda şəklin keyfiyyəti itmir. Web sənədlərdən çox istifadə olunur. Web sənədi nədir yoldaşlar? İnternet sənədlərində. Sonra PDF-dir. Hansı ki, yalnız sənədləri oxumaq üçün nəzərdə tutulandır. Sonra PST-dir, Photoshop, CorelDRAW, CDR. Bunlar demişim mən, yadımdadır. Freehand, FH, Freehand proqramında istifadə olunur. PNG-dir, yenə web sənədlərdə istifadə olunur. Paint proqramı təsviri susmaya görə bu formatda saxlayır. Susma bilirsiniz nədir yoldaşlar? Bir dənə Paint asıram. Bayaq asığımdır. İndi burada save as hissəsində save as-də PNG picture var, görürsünüz və ya nəyisə save eləmək istəyəndə save-i vurdum. Görürsünüz, save-i vuranda bu save as pəncərəsində birinci gələn uzantı nə olur? PNG. Yəni, susma bu deməkdir. Default vəziyyət. Default vəziyyət o demək ki, yəni açan kimi nə görünür? Nə görürsən burada? Aydın oldu. PNG budur yəni. Default vəziyyət. Sonradan dəyişə bilərsiniz, o başqa məsələ. Və burada VMF var ki, Windows Metafile vektor təsvirlər üçün nəzərdə tutulan bir uzantıdır bu da. İndi demək olar ki, nəzəri sizə əsas bunlardır. Bir də yoldaşlar, orada Paint-lə bağlı da bəzi anlayışlar var. Məsələn, mən istəyirəm ki, bu yazıların hamısını siləm. Onda ekranı Ctrl-A eləyib, delete vursaz, hamısı gedir. Aydın oldu. Sonra orada nə var başqa? Məsələn, qələm falan deyir ki, alətlər var.
yazı yaza bilərik, pozan var, silə bilərik. Məsələn, bunlar belə şeylər soruşa bilər. Ya nə bilim, burada nələr var, nə düşə bilər ki? Heç nə, bu seçimləri dedik. Select'in içində rectangle. Select nə deməkdir? Seçim. Rectangle var, free from var. Seçim rejimləri. Deyək ki, select all var və s. Məsələn, bunu kəsib verə bilər deyəcək, bu arada yerləşir. Ya burada selection var. Düz orada əslində mən bunu Windows 11-ə yenilənib deyə əməliyyat sistemi. Burada Paint fərqli görsənir. Yenə də. Bu belə. Sonra yollaşır. Başqa qələmlər, karandaş falan belə şeylərdir. Paint elə ciddi bir şey yoxdur o qədər də. Növbəti göndərəcəm. Bu PDF-i göndərəcəm sizə. Bu qısalmış PDF. Bir dənə yollarsa, nəzəri suallara baxaq. Sonra bu rəng modellər, rənglərin kodları falan var. Çünki kompüter rəngi də tanımır, onun da kodları var. Onların bəzilərini öyrənəcəksiniz. Rəng kodları və məsələ tipləri. Onu deyib yekunlaşdıracağıq. Bu kitabın Bəli, sonunda imtahanı üstdən salmışdır buradan. Sağ bir dənə. Bir dənə. Hesablama Asan yoxsa bunun özü. nəzəriyyə? Çox rahat. Asan söz yox. Hesablama yoxsa nəzəriyyə? 10 bilmək olmur. O dəqiq Ha, deyil. O orada görəcəksiniz ancaq. Hesablama Hesablamada. gəlsin. Təbii ki, elə olsa daha yaxşı olar. İndi yenə də. Bay yoldaşlar, məsələn, 3-cü sual. Bizə deyir qrafik redaktorlara aid olmayan. Cavab nə olar sizcə? B variantı. Burada ümumiyyətlə deyir ha. Qrafik redaktorlara aid olmayan. Hansı variant olacaq? B. B. Məncə. B variantı. Çünki basic proqramlaşdırma dilidir. PowerPoint təqdimat, Paradox və VBS. Yes. O qədər çətin suallar olmurdu nəzəriyyəsi. 11-ci sual. Rastrın çatışma məncəliyyəti. Dediyimiz şeylərdə əslində fərqli bir şey yoxdur o qədər də. C variantı. Necə? C variantı. C, hə. Deməli, Verilənlər böyle həcmcə yapmasın. miqyaslaşdırmanın bəli, keyfiyyətli olmaması. Bildiniz də niyə? Bəli. Sonra nə var burada? Nə bilim, çox şey var əslində da. Kompüter qrafikasının növünə aid deyil yoldaşlar. B variantı müəllim. Realyasiya cədvəli. Realyasiya yadınızdadsa BBC-dəydi. Çox sadədir bunun nəzəri sualları. Buna proqramların falan atarım. 1.54 idi müəllim, yoxsa 1.44? O Bir yadımdan düyüm çıxıb. 2,54 santimetrdir. O, hələ santimetr. Tamam. 22. Rastrayda olan proqramlar. Necə yadda saxladıq onu biz? Bayaq asan yol dedim sizə. A variantı. Bəli, foto bir də paint sözləri var. Foto bir də paint sözləri. Belə. Bir də yoldaşlar, mən orada daha görüm haradaydı bu. Bax 27-ci sual var. Bunu bir dənə qeyd eləyərsiniz. Kitabda var əslində. Obyekt yönlü qrafika həm də vektor qrafikası alır. Yadda saxlayın. O PDF-i yadıma qeyd eləməmişəm. Mən indi görüm yadıma düşdü. Vektor həm də obyekt yönlü qrafikası alır. Sonra keyfiyyəti itirmədən hansı Gəlin təsvirləri baxaq. miqyasında erişə bilərik? %53'dən. Vektor. Bəli, vektor. 52 bir dənə baxaq da müəllim. Qrafik redaktorların genişlənmələri. Belə variantıdır. Hatta B-də XLS-dir. Excel-ə aiddir. Geldi. Sonra text yazıdır. Aux yox. Aux getdi. Text orada getdi. Bunlar da mətndir. Orada bəli. Tekstlərdə çıxsız variantı qalır.
Bu nəzəriyyəsi yollarsa elə daha çox gördünüz də, yəni bu qədərdir. İndi bir-iki Painter'la bağlı sualları var. Bu da asandır əslində. Məsələn 66-cı sual. De rəsmin üzərinə yazı yerləşdirmək. Yazı nə ola bilər? D bu B. A. Müxtəlif hissələrini silmək. C. Pozan işarəsi. Hər hansısa bir obyektin rəngini başqa bir obyektə tətbiq etmək. Rəngi köçürməkdə belə deyək. O da D-dir. D bu işarə var. 60'da müəllim cavab Photoshop olanda yoxsa? Sözsülü qrafika budur. 4, bir də 5. Qulaq asın, bunlar da nəzərə alınır. ArtScad, AutoCAD, yadınızdasa əvvəlki bölmələrdə vardı. AutoCAD Matchap layihələndirmə proqramları. O biz əvvəldə demişdik deyə, ta burada söyləməmişəm. O qadardır. Bir də yollarsa, Paint'də şey yoxdur. Faili mühafizə etmək yoxdur. O parolla mühafizə var ha. O Paint'də yoxdur. Yadda saxlayın. Bax, yenə deyirəm. Paint'də mühafizə söhbəti yoxdur. Aydın oldu. Tipini dəyişə bilərsiniz, adını dəyişə bilərsiniz belə. Mühafizə söhbəti burada yoxdur. O sayıda var idi. Nədə Word-də Excel'də Bir də Paint'də maksimum miqyas 12.5 ilə 800 arasında dəyişir. O da aşağıdadır, görə bilərsiniz. 12.5 hətta bu 13-ə gəldi şu ha. Windows 11-ə görə bu niyə yenilənib görürsən? Ümid edirəm ki, problem olmaz. 800. Yadda saxlayın 12.5 800. İndi gələk məsələ tiplərinə deyək, rəng kodları. İndi yoldaşlar, qulaq asın. Onlar deyib yekunlaşdıracaq. Deməli, rəng modelləri var. RGB, bir də CMYK. RGB, bir də CMYK. RGB'nin açılışı nədir? Red, green, blue. Yəni, qırmızı, yaşıl, mavi. CMYK-da isə açılış belədir. Siyan rəng, ab rəng deyirlər buna, açıq mavi. Magenta, al qırmızı, yellow, sarı. Black də qaradır. Yəni, bunun K-sı black ən sonuncu. Aydın oldu yoldaşlar bunların açılışı. CMYK ən çox şeydə istifadə olunur. Printer. Çap işlərində. Hansı ki, o rəngli nəyisə çıxardır sizə. Kraska ilə işləyən printerlərdir. RGB amma ilə monitorlarda ən çox istifadə olunur. İndi bu rənglərin kodlarını Paint-in özündə də görəcəksiniz. Paint-də burada fikir verirsinizsə, bax, qara rəng görürsünüz. Hamısı 0 yazılıb. Görürsünüz bax burada. Bax yazıb RGB rəng sistemi. Red, green, blue. Görürsünüz yoldaşlar, burada red, green, blue var. İndi bu rəngi mən dartıram yuxarıya doğru. Fikir versiniz necə dəyişir? Hə? Fərqini görə bilirsiniz. Ən yuxarıda hamısı nə oldu? F'lər. Yəni, ən maksimum rəng nə oldu onda? 255. 255-də bu hansı rəngdir? Hə? Ağ. Əgər hamısı 255-də ağ rəngdir. Amma hamısı 0-dırsa, bura baxın bir də bu nazik hissə, qara rəngdir. Gördünüz bunu? Hamısı 0-dırsa qara rəngdir. RGB. Hamısı 255-dirsə ağ rəngdir. Yəni belə çıxır ki, hər bir rəng 0-255 arasında dəyişir. Bunu testdə sual kimi yaza bilərlər. Bildiniz? Necə? Testdə sual kimi yaza bilərlər. Bunu məsələn 255-də hansı rəng olur falan belə. Onsa konkret, yox, o qədər də elə düşmür. İndi deyəcəm mən sizə. İndi ağ rəngdə hamısı 255 oldu. Arada nöqtə qoyuram. Yəni RGB-yə görə. R, K, B. İndi bu mənası bilirsiniz nədir? Yəni, qırmızı, yaşıl, mavini toplasınız ağ rəng eləyir.
Qara rəngsə hamısı sıfırdır. Bir də yoldaşlar, burada fikir verirsiniz. Hamısı şey olanda, ağ rəng olanda. Burada yuxarıda nə yazıb? Hamısı F'dir. F bilsiz nə deməkdir burada əslində? 255 onluqdadır. F 10-16 çevirmə Onluq sayı sistemidir. Çünki FF verir də bu. 255 16-lıqda FF deməkdir. Yəni 16-lıq yazılışıdır. Sayı sisteminə görə fərq edir. Aydın oldu. 6 dənə F olur. Çünki 2 dənə F 255 deməkdir. Aydın oldu. İndi burada mesela mən qırmızı rəngi seçirəm. O təmiz qırmızı seçək, var mı burada təmiz qırmızı? Görə necə seçə bilərik? Qırmızı 255 olur. Digərlərinə şey olar, 0 yazıram. Qırmızı 255, digərləri 0 onda var ha. Yəni red 255, green ilə blue 0. Onda bizin olur. Bu təmiz qırmızıdır, naturalni. Aydın oldu. Bu təmiz qırmızıdır. Amma yox, əgər biraz o tərəfə oynasa rənglər, fikir verirsiniz. Görürsünüz necə dəyişir. Onda rəngin o şeyi dəyişir. Onda belə sıfır ki, hər bir rəng sıfırdan 255-ə qədər gedə bilir. Hər bir rəng. Qırmızı gedirsə, o birisilər gedir. Yollar sonra məlum məsələdir. Onda RGB rəng modelində hər bir rəngin 0-255 aralığında bir sizdə 0-dan 255-ə qədərsə, bu elə 1-dən 255-ə qədər özüdürsə, 0-dan nəzərə alsanız 256. Onda burada 256 müxtəlif rəng saları var. Müxtəlif rəng saları. Şöyle burada ton anlayışı deyilmir. Rəng tonu deyirik də biz buna. Rəng ton anlayışı burada yoxdur. Rəng saları deyirlər. Yəni müxtəlif rənglərdən indi ton anlayışı yoxdur da burada. İndi o biraz etik sayılmır hardasa, belə deyək. Aydın oldu. Deməli, hər bir rəngin 0-255 aralığında 256 rəng saları. 256 rəng saları varsa 208 olur. Niyəsini bildiniz yəqin. İndi hər bir rəng 208 isə onda RGB-də 3 dənə əsas rəng var axı. Bu 3 dənəsi əsas rəng sayılır. 224 sayda rəng var. 224 sayda müxtəlif rəng var. Müxtəlif rəng var. Aydın oldu. 224 sayda müxtəlif rəng var. Onda burada bir pikselin həcmi bilirsiniz nə qədər olur? Yəni böyük yəni 224. Onda kiçik yəni nə olur? 24 bit. Aydın oldu. Bax belə. Yəni rənglərin sayı 224 da. Ümumi rənglərin sayı. SMK-da isə dəqiqə, biraz böyüdü. SMK-da isə yenə 208. Burada 4 dənə 208 olacaq. Onun senin rənglərlə dəyişir. Onda burada 232 sayda rəng var. Burada da 1 pikselin həcmi 32 bit olur. Aydın oldu. Amma rəng sayı bu qədərdir. Əslində yoldaşlar 232 az bir ədəd eləmir. Yəqin ki bilirsiniz də milyonları keçir. Elə adi şeyin özündə Excel-ə sətir sayı 227 milyonu keçirdi. Qırmızı da 100% olsa mavi də. İndi onu deyəcəm. Onu elə əzbərləməyin. O digər bir yolu var. Elə o yolla deməyə çalışacağım. Çünki onu mən də əzbər bilmirəm. Onu əzbər bilmək mənasızdır ümumiyyətlə. Onu belə deyək, belə izah edeyim mən sizə. Deməli yoldaşlar. Dəqiqə. Sildək bunu. Nəyi deyirdim mən sizə? Belə bir izahat verə bilərik. Onda belə çıxır ki, RGB-də qırmızı rəngin kodunu soruşsa bu FF olur. Digərləri 0. Çünki bayaq gördünüz də. RGB-də yoldaşlar. Qırmızı rəng olanda qırmızı 255 oldu, digərləri 0. Yaşılı soruşsa FF ortaya gedir. Digərləri 0. 16'lık kodunu yazıram mən.
Mavidə isə FF bura gəlir. Digərləri 0. Yəni, belə çıxır ki, hansı rəngi deyirsə, həmin rəng FF olur. Hansı rəngi istəyirsə. Aydın oldu. Həmin rəng. Qalanları 0 olur, digər rənglər. Yəni, bizə lazım olmur da artıq digər rəng, ona görə. Yeni yollarsa SMYK-da necə olacaq bəs? Daha doğrusu SMYK deyəndə ki, o K var ha. Bonso black'dir, damısı 0'dır. Bunu yazmağın mənası yoxdur. K-nı silləməli üçün. Bunu yazmağın bir mahiyyəti yoxdur, bir mənası yoxdur. SMY-də yollarsa, SMY-də necə yadda saxlaya bilərik? Rənglərin ümumiyyətlə toplama sıxılma qaydaları var, elə bir ki, belə deyim mən sizə. Onu yadda saxlamaq üçün gəlin belə bir şey eləyik. Yazıram siyan rəng, magenta, indi bir yol görəcəm sizə. Bir də yellow. İndi siyan rəngdə necə olacaq? Magenta, yellow. Amma təbii ki, burada RGB-ni bilmək şərti ilə. RGB-nin kodlarını bilsəz, bundan sonrası rahatdır. Çünki toplama sıxma ilə eləyəcəksiniz. Deməli yoldaşlar, yazıram SMY, üstə yazıram RGB. Amma bunları belə alt-alta yazıram. Yəni sizə bir yol öyrədirəm də, elə bir metodu da fərqli qaydada. İndi C-nin üstünə hansı rəng dayanıb? R, yəni red. Redi nəzərə almasaz, digər hansı rənglər qalır üstə? Green ilə blue. Deməli, green ilə blue-nu cəmləsəz, siyan rəng verir. Eləcə də magentada da elədir. Magentada üstəki rəng hansıdır? Green. Green nəzərə almasaz, red ilə blue. Bu keçərli bir yoldur. Yellow'un üstündəki blue'dur. Nəzərə almasaz, red ilə green. Ya bu qaydada həmişə keçərlidir. Ya da ki, o üstündəki nəzərə almadığınız rəng var, ha. Elə ağ rəngdən həmin üstündəki nəzərə almadığınızı çıxada bilərsiniz. Yenə eyni ödəyir. Yəni ağdan qırmızını çıxanda da siyan alırsan. Və ya ağ rəngdən green'i çıxanda şey alırsan. Magenta. Ağdan blue'nu çıxanda yellow alırsan. Bu bir fərqli izahdır yoldaşlar. Kitabda təbii ki, belə bir şey yazmayıb. Bu sadəcə bizim təcrübəmizə əsasən olan bir izahdır. Yəni, bundan yadda saxlasanız, bu da yaxşıdır. Rənglərin toplanma sıxılma qaydalarıdır, elə bir ki, bir növ. Bildiniz. Bu belə. Bunlar da elə adi qayda. Bu toplama sıxma yazmışam, ha. Elə bildiyimiz adi qayda alt-alta toplayacaqsınız. Məsələn, tutaq ki, green ilə bunu toplasaq. 0, 0, FF, 0, 0, green deyim. Blue da budur da 0, 0, 0, 0, FF. İndi bunu alt-alta toplasaq 0, 0, FF, FF. Deməli, bu oldu siyan rəng. Aydın oldu. Ha, belə. Yaxşı, sualı olan beyin yandı. Təbii ki, beyin yanacaq, amma yavaş-yavaş düzəldə bilər. Hələ bir şey soruşa bilərəm. Səriyə, sən sualın vardı, nəsə deyəsən. Fikir vermədim. Hə, onu derdin, 100% olsun. Onu buradan gördük. Müəllim, bunun atası siz burada. Siyanlı, meqanın tondu, nə bilim, yellow'da onların hesablanması üçün necə? Yox, bu üsullar yoxdur o var? PDF-də. Bu toplama qaydaları yoxdur orada. Onu qeyd eləməmişəm. Onda Belə bu kitabda da yox, yox. heç yerdə yox. Ancaq screen eləyin ya da rekordda qədərdə baxarsınız. Nəyə mən dinlədim. Necə? SS aldım, ataram qrupa. Ha, lap yaxşı. İmtahana düşür də yəqin ki bunlar. Hə, da təbii ki, kodlar var, düşə bilər. Çünki Dövlət İmtahan Mərkəzi sınaq suallarına salır. Ona görə düşmə ehtimalı çoxdur. Oldu. Bir dənə yoldaşlar, qaldı son o məsələ tiplərini deyib yekunlaşdıraq artıq. Məsələ tipi dediyimiz budur.
Ama bunu ben size buradaki yok. Öz bildiğim seni izah edeceğim düsturlarla. Onu buradan sıxalım. Nəzəriyyəni buradan bakarsınız. Gəl elə buradan başlayaq. Deməli, diqqətlə qulaq asın. Testin üzərinə izah edirəm. 1-2-3 dənə misal deyib bitirəcəyik. Deməli, hocam bu miqyaslama olur mu? Ha, belə olurmuş. Əla. Hocam bir dəqiqə. Bunu bir dənə mən nətər seçim atım yuxarı. Yaxşı, belə eləyək. İndi yoldaşlar, qulaq asın. Ümumiyyətlə bunlara biz dedik qrafika məsələləri. Qrafika. Bunun üçün belə bir düstur deyirəm. V bərabərdir. V burada həcm kimi baxacaqsınız. A vur B vur N. Böyük N bərabərdir. 2 üstü kiçik N. Bu böyük N-lə kiçik N yəqin ki bildiyinizdə bayaqdan deyirik. AB isə şeydir, tərəflərdir. Deməli V burada həcmdir. Aynen B pikseli saydı. Kiçik N isə 1 pikselin həcmidir. Böyük N isə rənglərin saydı. İndi bu məsələdə nə verir bizə? 1024 x5 son 2 var ha. Və onlar aynen B'dir. Yəni tərəflərdir. Yoldaşlar, bu piksel sayılardır. Elə bir ki. Bu telefonda şəkillərimizdə də var. Monitorun ekran ölçüləri. Bunlar odur da. İndi 256 rəng sayıları verib. Rəng sayıları 256 o demək ki, yəni bu böyük yendir. Bunu yadda saxlayın ha. İndi böyük yen 256-dırsa, kiçik yen 8 bit olacaq. Bir də yadda saxlayın ki, kiçik yen bitlə ifadə olunur. Mən də rəng məsələlərində bitdə elə bir ki, ölçü faydalar əsas. Vururam 8 bitə. Şu. Kiçik yen burada eyni şeydir. İndi bunu həll edəcək, cavab çıxacaq. 1024-ü belə yazırıq. Təbii ki, 2-nin qüvvətlərini bilmək lazımdır. 8-də belə. İndi bu bitlə olduğu üçün yoldaşlar. Səhv eləmirəmsə testin şərtində kilobayt istəyir. Bunda bitdən kilobaytı 213-ə böləcəksiniz. Bunu da bir zəhmət. Əvvəlki bölmədə yanında saxlamaq lazım idi. Bitdən bayta 2 üstü 3, baytdan kilobayta 2 üstü 10. Yəni biz 213-ə bölməyimizin səbəbi budur. İndi 2 üstü 10 ilə 3 aşağıdakını apardı. Qaldı bir dənə 2 üstü 9. Yəni cavab 5 son 2. Doğru cavab B bənd. Bildiniz. Yəni yerinə qoyursunuz. Əslən əlifba məsələsi kimi də bir növ demək olar ki. Yerinə qoyursunuz, axırda rəng sayını verdiyinə görə 2-nin qüvvətdəki də yerinə qoyub hesablasaq cavabsız. Aydın oldu. Deməli, bəli. Düzdür, Kamilə xanım. İndi başqa bir suala baxaq. Görək nə olacaq bu işlərin axırı. Məsələn, 89-a baxaq. Deməli yoldaşlar, yenə eyni qaydana gedirəm. A, B, N böyük N bərabərdir 2 üstü 2 N. İndi 2 üstü 7, 2 üstü 7. Bildiniz niyə belə yazdım? Tərəflərdir. İndi bax, SMK verir. Bunu sizə elə belə verməyib. Siz bunu bilməlisiniz. Qaydada qeyd olunub. Əslində bayaq mən dedim. Rənglərin sayı, yəni böyük yəni 2 üstü 32-dir. Yəni bu 2 üstü 32-ni siz bilməlisiniz yoldaşlar. Onda kiçik nə olur? 32 bit. Çatdı. Kiçik 32 bitsə, burada 32-yə vuracam. Prost bir şey var ki, 32 ilə 2 üstü 5 kimi yaza bilərik də. Düzdür mü? İndi yuxarıda bu nəsə elədi? 14, 19. 2 üstü 19 nə? Bit. Variantlar nədir? Kilobayt, megabayt, kilobaytın alınma şansı var yenə.
206, 6 64. eləyir də müəllim. O da 64. C variant. Yadda saxlayaq. Yəni bu hesablamadır yoldaşlar. Bildiyimiz hesablamadır. Konkret bir düsturu var. Ancaq bunlarla hesablanır. ABN. Bəli. Bir dənə də video tipli məsələ deyək. O da buradadır. Məsələn 96 tipli sual. Onun bir dənə düsturunda fərqliliyi var. Əslində eyni gedir. Yüngülvari bir fərqliliyi var. Bunda düstur olaraq necə yaza bilərik? A vur B vur N. Buna video məsələsi deyirik. Video. A vur B vur N vur T vur K'dır sayı. Kadr bilirsiniz nədir? Qarşımıza gedən görüntü. Elə bir şey olarsa eyni şeydir. Eyni düsturdur. Fərqliliyi nə var burada? Bunun bayaqçı düsturundan fərqi nədir? Bir T var. T burada bilirsiniz nədir? Zaman, saniyə. Bir də kadr sayı Bir də var. saniyə. Hepsi fərqli. Yəni burada ciddi bir fərqli bir şey yoxdur. Bu dəfə həcmi verib bizə 12 megabayt. Yaxşı, yazdım üzərinə. 2 üstü 9, 2 üstü 8, qüvvətlərini yazıram. 8 kadr, bunu 2 üstü 3 yazıram. 16 saniyə, bunu 2 üstü 4 yazıram. Mənə deyir bu video failin neçə rəng salarından ibarət olduğu. Rəng saları nə deməkdir? Böyüyən yəni. Rəng saları böyüyəndir. Yəni məndən bunu istəyir. Məndən bunu istəmək üçün mən gələk istəyəni tapam. Hardan? Yuxarıdan. Yuxarıdan tapıb gətirib 2-nin qüvvətinə yerləşdirəcəyik. Onunla da cavab çıxacaq. İndi hər şey verilibdir onsuz yuxarıda. Bir dənə istəyən yoxdur. İstəyəni tapanda nə edəcəm? Bunu elə bir x kimi yazırsınız da. İndi bunu tapanda nə edəcəm? İstəyəni tapanda deməli aşağıda yazıram. Burada yazıram. 12 megabaytı böləcəm 9, 8, 2 üstü 4, 2 üstü 3. Sadəcə yoldaşlar yenə bit söhbəti var. 12-ni vuracam 2 üstü 23-ə. Niyə? Bitə çevirməlisiniz. Kiçiyən bitlə ölçülür. Bit. 2 üstü 23. Aşağıda da deməli 9, 8, 4, 3. Bu da elədir 17, 21, 24. Qaldı aşağıda 2 üstü 1, 2. 12-ni 2-yə bölsəz 6 bit. Kiçiyən oldu 6 bit. İndi rəng salarını istəyirsən cavab 2 üstü 6. Yəni 64. Eyni şeydir yoldaşlar. Fərqli bir şey yox. Sadəcə yəni hesablamaq lazımdır. Belə. İndi mən hamısını izah eləmirəm təbii ki. Bu mövzunun cəmi 100 dənə sualı var. Nəzəriyyəni də dedik, misal da dedik. Yəni fərqli bir şey olmayacaq o qədər də. Belə. Sadə suallar çoxdur. İndi yoldaşlar geri qayıdıram. Ev tapşırığının akses suallar. Bu ən doğru suallarını yaza bildiniz. Hə? And or sualları var ya bu. Bunları yaza bildiniz. Mənim elə onlardan sualım var. Aydın olmadı. Yəni izaha baxdın yoxsa? Rekorda baxmışam, prosta ki Hə. yaza bilmədiyimlərim var oradan. Tamam. Yaxşı sualları qeyd edin baxaq biz. Access. Kimin sualı varsa yoldaşlar qeyd eləsin baxaq.
Deməli, yaxşı. Baxaq bu suallara. 28. Bizə deyir ki, yoldaşlar, deməli, mal satıcı qiyməti sahələri olan bazadan X məhsulu. X məhsulu nə demək? Deməli, mal bərabərdir X. Məhsul mal deyil anlayışdır. Y qiymətindən yuxarı qiymətə. Bax, bir dənə burada dayandım. Y qiymətindən yuxarı. Deməli, qiyməti Y-dən yuxarı olmalıdır. Bildiniz? O da bir dənə Y variantındadır. Qiyməti Y-dən böyük. Qalanları qiyməti Y-dən kiçikdir. Bildiniz? Yəni, qiyməti Y-dən böyük olsun. Bu mənası açıqlaması o deməkdir. Sonra 52 qeyd eləmişsiniz burada. Dəqiqə. Verilənləri şəbəkədə yoldaşlar hamısı var idi. Birin birə, birin çoxa, çoxun birə, çoxun çoxa. O şeydə idi. Ağız var idi, çoxun birə yox idi məsəl üçün. Kitabda qeyd olunmalıydı o məncə. 69. Aha. Bu çox vacib məsələdir. Qulaq asın indi. Belə hamısı əndorla yəni alınası tip suallardır bunlar. Yaşı 25 ilə 30 arasında olanlar. Yoldaşlar, bu ənd olmalıdır. Niyə? Çünki or olsa, məsələn, B bəndi. Onda burada, məsələn, yaşı 17-nin olanları götürəcək. Bilirsiniz, yəni. 30-dan kiçik nə deməkdir? Or de bu. Birləşdirəcək. Bu 30-dan kiçik olanda 17-ni götürəcək. Məsəl üçün. 12-ni də götürəcək. Nə bilim, 8-i də götürəcək. Hələ 25-dən böyük olanda 50-ni də götürəcək. 60-ı da götürəcək. Aydın oldu. Ənd o deməkdir ki, yalnız 25-dən böyük və 30-dan kiçik olanların arasında olanları götürür. Bildiniz? Ya, bu qaydada fərqliliklər var. Dediklərimizə əsasən. Ee, 85. Dizayn rejimdə cədvəlin 3-cü sütunu. Description. Bunu göstərəm indi sizə. Access açıram bir dənə. Bax, yoldaşlar. Dizayn rejiminə daxil oluram. View, Design View. Bax, burada. Field name, data type. 3-cü hansıdır? Description. Bax, budur. Field name, data type, description. Description 3-cü sayılır. Amma bu işlər də təbii ki, sütunlardır. Sonra 100. Bax, qulaq asın. Bu ən doğru suallarına niyə belə çətinlik çəkdiniz görürsən? Məntiqi 35-dən böyük hansıdır? Bu və bu. Bunları birləşdirəcəksiniz. İnformatikası 20-dən böyük olan. Bu və bu. İndi birləşdirmə nədir burada? Or niyə birləşmədir? Birləşmə nədir ümumiyyətlə? Birləşmə o demək ki, bunların hamısını bir yerə yığırsınız. Yəni, 1, harada plus varsa hamısını götürürsünüz. 2, 4, 5, 6. Birləşmə bu deməkdir. Harada plus varsa götürürsünüz, konkret. Aydın oldu. Yəni, 3-dən başqa hamısı. Bunları silirəm. İndi bunu da yoldaşlar, ənd eləyəcəksiniz bu nəticəni, bu 1, 2, 4, 5, 6-nı. Xarici dil 20-dən böyük olanlar. Amma bərabərliyi var, 20-nin özü ola bilər. Bu da oldu 2 ilə 6. İndi ənd o deməkdir ki, yalnız ortaq olanları götürür. Ortaq olan. İndi hər ikisinin ortaq olan hansıdır? 2-dir. Həm də ki 6-dır. Başqa yoxdur. İndi neçə yazı var? 2 ilə.
Aydın oldu. 2 dənə. 99'a yok. Nikayda bakacağım. 99. Kod sahəsi üzrə azalma. Kod hardadır? Hə? Kod hardadır? De buradadır bax. Azalma nə deməkdir? Ən böyükdən ən kiçiyə. İndi burada bir siz necə baxa bilərsiniz? Bu 213 var ha. Ən böyük ədəd budur. 2 ilə başlayan bir dənə budur. Azalma nə deməkdir? Deməli birinci bu gəlir. Ən böyük. İlk 3 rəqəminə görə baxsanız tutacaqsınız. İlk 3 rəqəminə görə. Baba 213 oldu. 213'dan sonra 125 gəlir. İkinci budur. Elə bizə də mouse istəyir. Mouse elə ikincidir. Yəni azalma sırasında ikincidir. Aydın oldu. Azalma sırasında ikincidir yoldaşlar. Sonra 101. Skaner malı hakkında yazı bir satır aşağı indi. Qulaq asın. Skaner bu dəqiqə neçənci yerdədir? 6-cı. Bir satır aşağı inmək o demək ki, yəni 7-ci olsun. Amma sıralayanda 7-ci olsun. Doğru cavab B bəndidir. Qiymət üzrə artma. İndi görək. Birinci nə gəlir? 120. Qiymətə görə. Ən balaca budur. Artma nə deməkdir? Kiçikdən böyüyə. İkinci 220. Üçüncü 370. Dördüncü 670. Beşinci 820. Altıncı 850. Yedinci 2200. Bax, skaner gəldi neçə oldu? 7-ci. Sıralayanda 7-ci oldu. Aydın oldu. Bizə də bu lazımdır. 6 idi 7-ci olur. Sıralayanda 7-ci yerdə olacaq. Bizə də bunu istəyir. Bir sətr aşağı insin deyir. Olsun 7-ci. Amma o birisi variantlarından hansısa birini yoxlasaq tutaq ki, A variantı. Düzdürmü? A variantı yazıb miqdarda azalma. Miqdar haradadır burada? Azalma nə deməkdir? Birinci 45 gəlir. Sonra 35, sonra 34. Sonra 27. Sonra 20. 5-ci də yəni. Sonra 16. Süverin. Skaner neçənci oldu? Yeni 6 oldu. Bu nəyə azaldı ki? Elə onsuz da 6-cı idi zaten. Onsuz da 6-cı idi də yoldaşlar. Azalma da eyni. Heç dəyişmədi. Variantı bir-bir yoxlamaq lazımdır. %4. Deməli. Bu da asan sualdır. Uzunluğu 200-dən kiçik. De bunlardır. Or birləşdirəcəksiniz. 300-dən böyük. 300-dən böyük də bu ikisidir. Or nə demək? Elə bunlar. Neçədən oldu? 2, 4, 6. D variantı. Or o deməkdir ki, yoldaşlar. Bunları birləşdirirsiniz. Yığırsınız bir yerə. Bütün bu suallar qalıb bu. Biabırçılıq. Mikrofon 4-cü olar. Bax, mikrofon neçənci dal hazırda? Ən son. Yenə elə sıralama aparaq ki, 4-cü olsun. Gəlin qiymətinə görə baxaq görək. Məncə qiymətli olmalıdır. Qiymətə görə artma yazıram. Artma olsa birinci nə gəlir? 8. İkinci 9. Üçüncü 12. Dördüncü 18. Bayla ödədi. Bizə deyir ki, 4-cü olar. Bay ödədi. Doğru cavab C-dir. İndi o birisləri yenə yoxlasaz, görəcəksiniz ki, ödəmir. Məsələn, gəlin bir dənəsini yoxlayaq yenə. Ödəməyən. Məsələn, koda görə artma ilə A variantı. Yenə ilk 3 rəqəmlərinə görə baxsaz, ən kiçiyi 101 görünür burada. Scanner. İkinci 102 var. Printer. Sonra 110 var. Klaviatura. Sonra 122 var. Dördüncü. Dördüncü elə flash kart oldu. O da ödəmir axı. Bizə deyir 4-cü mikrofon olsun.
Bildiniz. Bacarsız ödemədi. Belə. 105'ten sonra 112. Onun nənə baba suallarını yaza bilmədiniz, ha? Bunu yaza bilmədiniz. Əslində ən maraqlı suallar onlar idi. Sonra Qurbanlının nəvələri, qızı. Bay yoldaşlar, ID kodlarla işləyirsiniz. Deməli, şərtdə bizə deyir ki, Salayevanın babası. Nə də babası deyirsə, deməli bu nədir? Nəvəd. Nəvədə nə ola bilər? Övlad. İndi burada cədvəl 1, cədvəl 2 var da. Cədvəl 1-də Salayevanı götürürəm. Bunun ID kodu neçədir? 2186. Bunu övlad ID-sinə qoyuram. Valideyn yox ha, övlad. Çünki bu uşaqdır, övladdır. Bunu övlad ID-sinə qoysam. İndi belə izah edeyim də yoldaşlar bunu. Bax. 2094 ilə 2115 bunun valideynləridir. Gəlin görə yaxşı, laf valideynlə tapaq. Əslində lazım deyil, amma neysə tapıram. 2094 kimdir? Veysova, cinsi Q. Cinsi Q nə deməkdir? Deməli qadın. Deməli bunun anasıdır. Salayevanın anası. 2094. Onda 2115 bunun atasıdır. Daha ona demeyin ki ardın oldu atası. Da bir anasıysa bir de atası olacaq da yoldaşlar. Yeni qulaq asın. 2094 ilə 2115 bunun atası anası deyil. Bəs yaxşı bu ananın atanın anası atası yoxdur. Hə? Valideynlərin də valideyni var da. Onda bunları mən uşaq yerinə qoyuram. Yəni valideyni uşaq yerinə qoyuram. 2094, 2094, 2115. Bu şeyin anasıydı. 2094. Salayevanın. Biz niyə 2 dənə çıxır? Çünki Salayevanın da anasının anası ola bilər və ya atası ola bilər də. Aydın oldu. Yəni anasının anası və ya anasının atası. Valideyn də yoldaşlar. Valideyn necə olur? Öz anavızın anası yoxdur və ya atası. Həmin şeydir də. 2115 də atasıdır. Atasının indi bir dənə nəyinəsə veriblər. Yəqin ki, o birisi digər valideyn yoxdur. İndi 2011 kimdir? Paşayeva, cinsi Q. Bu bunun nənəsi sayılır artıq. Özü ana nənəsi, ha. Çünki 2094 bunun anasıydı. Salayevanın anasıydı. Anasının anası. Bildiniz? Sonra 2012. Hani bu? Sadıqov İ nöqta kişidir. Deməli babasıdır bax. Amma yenə anasının atasıdır. Anasının atası. 21-15'ten atasıdır. Bu da 20-24 kimdir? Şükürlü. Cinsi qıdı qadın nənəsi. Bu da o birisi nənəsidir. Yəni atasının anası. Çatdı. İndi babası onsuz bir dənə verib. Sadıqov İ.A C variant. Nəsil ağacı da bir-birinin tərsibinə gedir. Yox, imtahan vaxtı niyə bitsin ki? Ən asan sualdır bu. Mən prosta özüm belə sizə açıqlamanı izah edirəm. Bu sualı həll eləməyə heç bir dəqiqə çəkmir. İzaha görə yazdım. Ay yoldaşlar, bu nə böyük şeydir ki, elə bunu tuta bilmədiniz ki, həqiqətən də. Yəni bir şey nəzərə alın ki, indi özünüz də bilirsiniz ki, burada yəni heç kim uşaq deyil. Yəni bir şey nəzərə alın ki, yəni sən əgər uşaqsansa, məsələn tutaq ki, mən deyirəm ki, bu mənəm. Yazıram məsələn Əyyub. Özümü yazım. İndi mən nədir? Ata, ana. Düzdür. Bəs yaxşı, mənim nənəm babam yoxdur. Ya atamın anası var, ya da atamın atası var da. Yenə anamın anası var, ya da anamın atası var da. Yəni bunlar da öz aralarında bölüb də belə. Ağacvari də iyerarxik gedir. Məsələn, nəsil ağacı bu da ağacvari, iyerarxik. Bunun da anası olub da bəs. Bunun da atası olub. Sonra bunun yenə anası olub, bunun yenə atası olub. Bu belədir də. Burada fərqli bir şey yoxdur ki. Aydın oldu.
Çətin bir şey deyil bunlar. Sadəcə başa düşmək lazımdır. O da düzdür. Deməli gəldik bu birisinə. Qurbanlı Akanın qız övladı və qız nəvələrinin ümumi sayı. İndi qulaq asın. Qız övladı və qız nəvələri. Qız nəvəsi o demək deyil, ancaq qızının qızı ola bilər. Bəlkə bu oğlunun qızıdır. Hə? Bəlkə bu oğlunun qızıdır. O da qız nəvəsi alır. Nə fərqi var ki? Aydın oldu. Onu tuta bilməmişsiniz ben. Ona fikir verməmişsiniz. Amma fikir verməliydiniz. İndi qulaq asın. Qurbanlı Hakanı tapıram. Deməli hardadır bu? 44. Elə bu qadındır. Deməli bu nənədir. Nəysə. Yəni Qurbanlı Hakan onda valideyndir yoldaşlar. Çünki bunun övladı və nəvələrini tapıramsa bu valideyndir. Onda bunu valideyn aidisinə qoyuram. Bir burada, bir də burada. İndi 25 ilə 34 bu nə idi? Övladları. İndi gəlin görək hansı nədir? 25 Mirzəzadə kişi. Bunun oğludur. Qurbanlının oğlu. Onda yəqin ki 34 də qız olacaq. Məlum məsələ. Düzdür, yenə də baxmalıyıq əslində. Bəli, qadın, Abbaslı, qızı. İndi deməli bir dənə qızı oldu. Çünki bizə qızını da istəyirdi. Deyər Qurbanlının qız övladları. Deməli bir dənə qızı var. Bunu tapdıq. Bu okeydir. Bir dənə. Bir hazırdır. İndi 25-34 var ha. Bunları valideyn yerinə qoyacağım. Niyə valideyn yerinə qoyuram? Çünki bu oğlun da uşaqları var da, bu qızın da uşaqları var da yoldaşlar. Aydın oldu. Bunları övlad yerinə qoyuram, valideyn yerinə qoyuram. 25, bir də 34. İndi babullar 26. Bunun nəvələri sayılır. 26'dır, 35'dir, 46'dır, 54'dür. Gəlin görə 26 kimdir? Mirzəzadə kişi. Deməli bu oğlan nəvədir. Bunun başını bırakın geçsin. Bu heç. Çünki bizə qız nəvə istəyir. 34'ün qabağındakı neydi? 35. 35 sənə görə nədir? Abbaslı VT. Qadın. Deməli qız nəvədir bax. Deməli bir dənə qız nəvə burada. Bir nəvə. Sonra 46 və 54. İndi 46'ya görə kim daxildir? Süleymanzadə kişi oğlan nəvədir. Bu da getdi. Və 54. 54 Səlimzadə qız, qadındır. Deməli bir dənə qız nəvə oldu. Deməli bunun 2 dənə qız nəvəsi var. Bir dənə qızı var. Cəmi 3 nəfərdirlər. D variantı. Bizə də bunu istəyir. Bizə deyir qız övladı və qız nəvələrinin ümumi sayı. Aydın oldu yoldaşlar. Bir dənə nə qaldı burada? 126, 127 qeyd edirəmsiniz. Yaxşı, bu not söhbətləri var deyə bunlar indi qarışdırıcı olur. Amma gəlin görə necə izah edəcəyik. 119 yazmamışsaq orada görmədim. Yoxsa var idi. Ha, o da var. Qobun deyim qaydarıq onu. Bax, ən qabaqda not var. Bunu görürsünüz. Bunu ən sona saxlayırıq. Ən son. Çünki bu not ümumi mötərizəyə aiddir. Ümumi. Mötərizə burada asıl ən sona bağlanır. Çünki bu birisi mötərizənin bağlanış nöqtəsi bu birisindədir. Yəni mötərizənin asıl bağlanmasına fikir vermək lazımdır. O da görünür. Fərq olaraq görünür. Aydın oldu. İndi yoldaşlar, cinsi kişi olanlar kimlərdir? 1, 2 və 4. Ənd eləyirəm. Not stajı böyük bərabərdə 14. İndi qulaq asın. Not varsa
Böyük bərabər 14 yazıbsa, not böyükdə silir, bərabərdir. Bir dənə qalır kiçik. Çünki mən sizə demişdim ki, böyük var, kiçik var, bir də bərabər var. Not böyüyü bərabər silirsə, bir dənə kiçik qala bilər. Riyaziyyatda 3 dənə işarə var da bildiyimiz. Staj 14-dən kiçik, 14-ün özü olmayacaq. İndi bunlara and nə ola bilər? Yəni, ortaq nə ola bilər? 1 ilə 2. Çünki hər ikisində plus var. 1, 2. Qalanları sildim. Bunu da əldə eləyəcəksiniz. Davamını, yəni 1-2-ni. Not, vəzifə, həkim, or fəilə. Həkimlə fəiləni birləşdirəndə elə özləri qalır. Amma bir şey var, ha, qabaqda not yazıb. Onda yoldaşlar, not yazıbsa, deməli vəzifəsi həkim fəili olanları çıxacaqsınız. Onda kim qaldı yerdə? Mühasiblər. Burada da yenə and verib. And. Onda yalnız ortaq bir dənə 2-dir. Çünki obrislər ortaq düşmür. Yalnız 2. İndi qulaq asın. 2-ni tapdım. Hə? 2-ni tapdım. 2 hara qədər oldu? Mötərizənin cavabı. Çünki bitirdik də artıq. Bura qədər gəldik. İndi 2 mötərizənin içərisidir. Qabaqda not verib. Not. Bu mənası o demək ki, 2-dən başqa digərləri. Yəni 1, 3, 4, 5, 6 nömrələrlə işləyirsiniz. Bu da elədi 5 nəfər. Bu qaydada. Belə. Yaxşı, orada 119 da var. Ona deyə sonra gəlib şey. Magister təhsili bərabərdir var. Var olanlar budur. Bunu əldə edirsiniz riyaziyyat 20-dən böyük olanlar. 20-nin özü də olacaq. Çünki bərabərliyi var. İndi əldə eləyəndə yoldaşlar. And. Yalnız ortaq. Ortaq nə qalır? 1, 3, 4 və 6. Qalan ortaq heç nə yoxdur. Yəqin ki, görürsünüz. Ortaq o demək ki, hər ikisində olmalıdır. Sildim getdi plusları. Bu oldu bura qədər. Yəni birinci mötərizə. İndi bunu ora eləyəcəksiniz, yəni birləşdirəcəksiniz. Xarici dili 15-dən böyük olanlar. On üçdən başqa hamısı. Çünki bərabərlik var 15-in üzrə. Bunu ortaq eləyəcəksiniz. Ortaq eləyəcəksiniz. Not universitet balı kiçik bərabər 500. Not varsa nə olacaq? Kiçik ilə bərabər istəyir. Qalır böyük. 500-dən böyük olanlar. Bu. Amma bir şey var ha. Bu mötərizə xarici dil burada asılı. Mən sonra bağlanır. Gəlin nə edək? Plusları ortaq götürək. 1, 3, 5. İndi bundan da bu 1, 3, 5'dən də qalanlarını sildim. Bu 1, 3, 5'dən də bu əvvəlki 1, 3, 4, 6 var ha. Bunları birləşdirin. Birləşdirəndə nə olacaq? 1, 3, 4, 5, 6. Çünki 5'liyi götürəcəksiniz. Pluslar var. Or verib də ortada. Bax, burada or var idi. 2 dənə mötərizəni tapıb birləşdirirsiniz, deyil olarsa. Belə deyək. Neçə tələbə? 5. Və orada 127 qaldı deyəsən. 126-nı dedik, səhv eləmirəmsə. 6-nı dedik. 127 çox rahat. Bax. Cədvəllərə görə bizə deyir neçə ölkənin nümayəndəsi Chopin'in. Chopin'i birinci tapıram. Bunun iştirakçılar verib yuxarıda. İştirakçılarını tapıram. Lombardi, Muradov. Muradov yəqin ki, Azərbaycanlıdır.
Soyadından bilinir bu. Bacon, Moretti, Ritter. İndi bunları yuxarıda tapıram. Yəni Lombardi hardadır burada? Muradov. Görürsünüz dedim də Azərbaycanlıdır. Bacon, Moretti və Ritter. İndi bizə deyir ki, neçə ölkənin deyir. Mən ay yoldaşları fikir verirsinizsə, 2 dənə ABŞ var. Bakondan Ritter. Mən niyə bunu 2 götürürəm üçün? Bunu niyə 2 götürməliyik ki biz? 2 dənə ABŞ indir də bir dənə götürürük. Biz bunu niyə 2 dənə götürək ki? Mən 2 dənə götürmüşdüm, ona Yox, görə 2 dənə götürə bilmərik. baxmışdı. Sənə deyir neçə ölkənin. ABŞ bir dənədir də, 2 dənə ABŞ var ki, bəyənəm. Ona görə 1, Azərbaycan 2, bir də İtaliya 3 dənə. O birisi ABŞ-ı götürmürsən. Və ya o birisi İtaliyanı nəzərə almırsan. ABŞ, Azərbaycan, İtaliya 3 dənə. 2 dənə olanı heç vaxt 2 dənə götürə bilmərik. Belə. Başqa sual olan var buradan. Növbəti bölmənin testinin hamısını yazacaqsın növbət dərsi. 100 dənə sualdır. Çox deyil. Həm çox deyil, həm də rahatdır məncə. Yəni, əksər suallara baxdıq, gördünüz yəni. Bunları yazıb, bunlara baxacaq. Gələn dərs 12-ci bölməni keçəcəyik. Gələn həftə ümumiyyətlə yoldaşlar, proqramın çox hissəsi yekunlaşacaq. Cəmi bir bölmə qalacaq, o da o birisi həftə. O da Windows. Bu yenilənən.